Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademinin İngilis dili müəllimi Ayşə Çələbi. Bu gün sizlərlə yenidən təkrar sertifikatlaşdırmaya dair olan bir neçə sualın izahına baxacağıq. Birinci sualımız sifətlərin düzgün sıralanması, yəni dostakompla bağlı olan bir sualdır. Birinci bilirik ki, dostakompda determinantlər, yəni artikel gəlir, sonra isə opinion adjektiv, yəni bizim fikrimizə əsaslanan hər hansısa bir sifət gəlməlidir. Hansı ki, bu sifət, yəni elə bir sifət olmalı ki, bu sadəcə sizin fikrinizə əsaslansın. Məsələn, siz beautiful bilirsinizsə bunu, yəni necədir? Gözəl hesab edirsinizsə, məsələn, mən bunu gözəl hesab eləməyə bilərəm. Ona görə götürürük nə? Beautiful olan variant, B variantımızı. Yəni 2-də bizdən düzgün variantları istəyir. Book nədir? Cansız isimdir. What isimdən sonra işlənmir. V-yə yer məkan bildirən isimdən sonra gəlməlidir. Burada da last week olduğuna görə was reading-i də götürə bilmərik. Cavabımız 1-5 olacaq. 6 niyə götürmür? Çünki zaten mənim burada book var da. Deyirəm ki, mənim keçən həftə oxuduğum kitabdır. Yəni burada itə ehtiyac yoxdur artıq. Və yaxud da burada biz keçən həftə oxunulan kitab olmalı idi. Yəni kitab öz-özünə oxunulmur, axı necə verməli idi? Biz bunu verməli idik məchulda. Sonra ona görə cavabımız olur 1-5. 3-ə baxırıq. 3-də deməli bizdən düzgün cümlə sıralanmasını istəyir. Bax, is important-ı yanaşı gətirirsiniz. Yəni vacibdir. Nə? Təhsil. Nə üçün? Şəxsi inkişaf üçün. Şəxsi inkişaf üçün. 3, 2, 1, 4, 6, 5-i yazırsınız, A variantını götürürsünüz. Sonra 4-cü sualımızda yenə düzgün variantı istəyir bizdən. Milk sayılmayan isim. Sayılmayan isim men ilə, FU-na işlənməz. Bread cəmlənə bilməz. Çıxırsınız. A, C qalır sizə. Art deməli inkardır. İnkarsız samı da işlətmirəm. Götürürəm N-ini. Yəni təkrar sertifikatlaşdırmada beləsi rahat suallarla da qarşılaşacaqsınız. Narahat olmayın. Sinonimlər istəyir bizdən. Bax, dangerous, safe, intelligent, foolish, tiny, huge, strong, weak bunlar nədir? Antonimlərdir. Amma happy, joyful sinonimlərdən biridir. 6-da. Deməli, diqqətli olun nəyə? Biz havanın necəliyini itizlə bildiririk, düzdürmü? Hava istidir, hava soyuqdur. Amma yağışın olduğu, məsələn, biraz yağış var. Vardır, mən zera ilə deyirəm. Ona görə cavabım olacaq nə? D variantı. 7-yə baxırıq. Deməli, burada nöqtələrdən sonra isim gəldiyinə görə biz qoya bilmərik müstəqil yəri əvəzləyib. O cümlədən mən əgər sualda this-dən, those-dan istifadə edirəmsə, onu cavabda Z-yə çevirməliyəm. Bunlar da çıxırsınız, gedir. Deyirəm, are these your classmates? Desən, no, they aren't. B variantı olacaq. Sonra baxırıq bura, bizdən düzgün variant istəyir. The best özündən sonra sifət almır, isim almalıdır birbaşa. The best üstünlük dərəcəsi, sifətin üstünlüyü deyil, çıxırsınız. B variantında clever sözünün deməli biz müqayisəsini more-la yox, er-lə düzəldirik. Bunu da çıxırsınız. C variantında not so as olardı. As bağlayıcımız var, not as bağlayıcımız var, amma so as inkarla işlənir, çıxırsınız. 2 kitabdan soruşursa, mən burada 2 şeyin arasında, yəni between-də istifadələrin müqayisə dərəcəsini. Cavabım olacaq Y variantı. Sonra 9-cu sualda by the time özündən sonra deməli bağlaya biləcək nəyi? Keçmiş sadə zamanla keçmiş bitmişi bağlaya bilər. İndiki sadə zamanla da gələcək bitmişi bağlaya bilər. 2-5-i götürəcəyik. 10-cu sualda deməli baxırıq bizdən düzgün conjunction istəyir. Fatimə went for a walk, it was raining heavily. Baxdı ki, Fatimə nə gəzməyə getdi. Hava, yəni güclü yağış yağırdı da. Yağışda kim çöl çıxar? Deməli, burada baxmayaraq var, ziddiyyət var. Götürəcək nəyi? A variantını.